Mən Abbasov Xaliq Əloğlu, Şəhid Abbasov İlhamın qardaşıyam. Biz Yuxarı Qləğarda kəndinlərik. Məcburi olaraq Qaçqın düşəndə Biləsuvar şəhərcində yaşamışıq. 2003-cü ildə bura köçmüşük. İlham 2006-cı ildə mən əsgər idim, atamızı itirmişik. Əsgərim qurtarıb gələndən sonra İlhamla əl-ələ vermişik. Bacılarımı köçürtmüşəm, böyləmişəm, sonra İlham böyütmüşəm. İlham Asəs Zeynalada oxuyurdu, xanəndədir. Və Nefti Nicatqar Kollecinə sənət verdi düşdü. Oranda bir il oxuyandan sonra İlham hərbi xidmətə çağırış gəldi. İlham getdi hərbi xidmətə. Göytəpə, Zakatala, Şəmkir, Qazax bu şeylərdə xidmət elədi. İlham gələndən sonra hamı bir qardaş kimi, bir valideyn kimi qoyduq işə. Anam razı deyildi, mən ikimiz eləmişik, heç anamın xəbər olmadı. İlham BMP-də tuşlayıcı, İskədə sınav peşik olduğu üçün BMP-də tuşlayıcı qoydular. İlham hərbi xidmətə getdi, 5 ayda işləyirdi. Tam elə oldu ki, bir gün dedi ki, mən işdən götür, bu Arenqala qəsəbəsinə götürüb gəlirdim. Sentyabr ayı. Aliyanın ad günü gəlirdi elə. Dedi ki, qaqa, olar ki, müharibə olar, amma demədi ki, mən səhər yox, bugün müharibəyə çıxıram. Nə vaxtsa müharibə olar, mənə bir şey olsa boğazımda bulan var, mənə taparsın. Gəldi evə gəldik, dedi gedirəm, saçımı qırtıram, gələm, mənə kebab pişir. Gördü onu kebab pişirdim, zəng elədim ki, kebab hazır. İlham gələndə kebab pişdiyim yerdə mənə dedi ki, olar bir şəkil çəkdirir. Dedim, pis gündəyəm, üstüm başım. Dedi ki, yox, bir şəkil çəkdirir. İlhamla şəkil çəkdirdik. Axşam çörək yediyimiz yerdə mama qayıtdı ki, axşam yerimizə bir sağ bir yataq. Gecə neysə, mamam dedi ki, uşaqsan sən, nə olub? Dedi, hə. Mamamla biri yatdılar. Tezdən durub gedəndə buradan yola saldıq. Mamam da abımızdan baxdı. Dedi, baxma, gir içəri. Qayıtdı, gəldi, mamamı aldı qucağına. Böyle fırladı koydu yere. Dedi, suslanma gayet oldu. Tam axırıncı görüş oldu. Komandirine dedim ki, niye bir kərində zəng edib bizə bir söz demədi. Deyir, telefonu verdim, dedi ki, anam xəstədir, ürək partlayıb ölər. Heç kim, heç nə dedilər, mən müharibəyə getdim. Tam getdi, sentyabr ayın 27-si, hardasa 3-4-də İlhamcı şəhid olmuşdular. İlhamın dostu var burada, onun sənədlərini götürmüşdü. Elə olub ki, o İlhamı götürə bilməmişdə, ermənilər imkan verməyib. Deyək ki, İlhamcılar gecə öz BMP-lərindən yıxdılar, ermənilər apardılar. Mən onu bilirdim, mən hər gün diagnostika, məscid gedib gəlirdim. Hər bir şəhid gələndə beyləqan olsun, qaçıb gedirdim ki, mən qardaşım çıxar. Hələ indiyənə qədər bir yarıya baxa bilmirdim, amma qardaşıma görə bütün şəhidlərə baxdım. Dolu yoxa baxdım, yox şəhidlərimizə baxdım. 51 gündən sonra İlhamgilin nəşi gəldi. Yenə də bilmədim. Dedilər, Şuşada meşədə qalanlar gətirmiş. İlhamgil olan maşını yox, mən bu bir maşını boşaltmışam. Evə gəldim, çatdım. Naxçıvanlı Ramil var, deyə bax İlhamın komandı. Elnurda şofirdir. Şəkillərin üçün böyütmüşüm. Naxçıvanlı Ramilin cibindən balaca telefon orada tapdıqlar, buradan çıxıb. Əlaqəm var idi hamısıyla. Dedilər ki, uşaqlar gəliblər, deyərdiniz. Getdim. Birinci zaman qaçanda İlham çıxdı. Sonra Elnur çıxdı. Ona görə həmən axşam yer, bir dənə gecə özüm deyə bilmədim, daima dedim, mama dedim. Deməli, o dostlar da onunla bir yerdə şəhid olmuşdular, həm uşaq. Biri şofiridir, biri komand. 8 heyət. Onları tanımıram o biriləri. Amma bunlar işləyirlər də bir yerdə. Biri Borçludandır, Beyləqanlı, biri Naxçıvanlıdır. Elnurun qardaşı mənə dedi ki, 17 noyabr İlhamı getdik, dəfn elədik. Ondan qabaq Seyidin qəbrinin yanında əlimi açdım göyə. Toylarda məşə oynayan idim. Dedim, nə ömür bu oynamayacağım İlham. Nə də
Nəşin mama gətirim, təhvil verim. Mamı gözü yığılsın, qurban kəsir. Qardaşımın nəşinə qurban kəsmiş. Bilirdiniz də şəhid olduğunu İnternet, bilirdiniz. bəli. Bilirdiniz amma anasını deməmişdiniz. Hər dəfə bir şəkil gətirirdim ki, qabaqda da danışa bilmir, komandir qoymur. Hər dəfə alladırdım çünki anam həm ürək əməliyyatı olub, həm şəkərdə, həm paraliz keçir. Ona görə bəs elə onu da bir vurğuladım, dedim ki, komandirə dedim ki, bir nəfər buladı, 9 nəfərdən biri salamat qalıb. Dedim ki, Allah İlham, anamla danış, dedi, anam xəstədir, ürək partiyələrlə müharibəyə geçsin. Eşitsə. Deyir, İlham danışmadı sizinlə. Yəni, onunla mən danışmışam, eləmişəm, yəni, İlhamın nəyi var deyir. Deyir, çox sevinirdi ki, gedir, o vaxtı bunlar hərbi hissədə olanda bunları kasetlər qoyub baxdırılmışlar. Xocalıda bizlərə nə ediblər, ana bacılarımızı, uşaqlarını ediblər. Onu şeydir ki, biz gedir yollar qısasını almağa. Sevinirlər, bax elə. Bir dənə, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Heç nə yox, qardaşım vətən uğrunda olub. Amma istəyərdim qələbənin axırına kimi biləydi ki, qələbə bizimdir. Onlar bilir. Mən də bilmirəm. Yox, bilir, amma canlı görmək bilir. Qələbə çox. İlhamın da o vətənpərvərliyi mənim iki daim hərbiçidir. Biri Fenisiyadadır, biri də bu dəqiqə Ədliyyə Nazirliyində işləyir. İlhama ondan irəli gəlmişdi. İlham hərbini çox sevirdi, hərbi paltarı çox sevirdi. Ən birinci parad formasında gəldi, dedi ki, şəkil çəkdirə, vayeni biletinə badılacaq da. Bu qədər sevinirdi, 2 gün şəkil çəkən burada olmadı. Dedi, nə oldu, bu da belə. Bir ara həm korona düşdü, bunu çağırmaq üçün, mahə çağırmaq üçün. Ara çəkdi, dedi, yox, mən niyə çağırmam, mən niyə? Bir də gördü, qaça-qaça gəlib ortalıqda. İlham nədir, bir ürəyim partlayırsan. Bir heç nə, zəng gəldi ki, qəbul olmuşsan, gəl, mahə işə gedir. Getdiyi günü də, bunun neçə gün sonra, bunun kartını verdilər, uşaqlar var da, kartını elə verir, elə verir. Gətdi verdi, mamam dedi ki, nə olur, özün işləysən, özün al gedə. Dedi, yox, o qaqamın. Kartını verdim, demədi ki, mənim, nə qədər maaş alırsan, nə qədər verirsən, heç bir dəfə, əskər də olsun, biz onun yanına getmişik, deyib, qadınları mənim yanıma gətirmə, özün gəl. Qoymurdu. Bir dəfə ad günündə getmişik, o da Şəmkirin dəlilərkən. Cibinə 50 manatı biz zorla basmışıq. Zəng eləyir, bir dəfə pul istəməyib, bunu göndər, heç nə. Heç nə. Siz də çox sağ olun, gəlmişsiniz, Allah köməyiniz olsun. Hər zaman gəlsəz, bizim üçün elə bir dünyanı alıb gətirmişsiniz. Bizim üçün, bu ananı yoxlayırsınızsa, bizim üçün böyük bir şey. Bizim borcumuzu Allah canınızı sağ eləsin. Allah köməyiniz, hər biriniz.